Salam dostlar, mən Hüseyin, yeni YouTube videomamıza xoş gəldiniz. Bugün sizlərlə birlikdə başlıqdan da gördüyünüz kimi. Nəsə ki, dostlar, bugün sizlərlə birlikdə Azərbaycan dili dərsində ismin bütün cəhətlərini, ismin növlərini və ismə aid olan bütün xüsusiyyətləri sizə danışacağım. İlk öncə sizə bir şey göstərmək istəyirəm. Bütün hamısını bu qayda kitabından öyrənmişəm. Siz də Azərbaycan dili bu kitabdan alaraq bütün qaydaları 11-ci sinifə qədər olan bütün qaydalar içindədir. 300 neçə vərəqlidir? 349 vərəqli olandır və məncə çox qəşəngdir və ismi buradan öyrənirəm. Sizə indi ismi deyirəm. İsmi bilməyənlər baxsın videoya sona qədər, çünki bir çox cəhətlər var. İlk öncə ismin nə olduğundan başlayaq. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Məsəl üçün, ismin bir çox növləri var. Məsəl üçün, mücərrəd, konkret, sadə düzəltmə, mürəkkəb, ümumi və xüsusi isimlər. Bunlar hamısı ismə aid olan cəhətlərdir, yəni ismin növləridir. İlk öncə konkret və mücərrəddən başlayaq. Yiyəlik hallar var, onlar da deyəcəm. Konkret dostlar, gözlə görə bildiyimiz və toxuna bildiyimiz. Məsəl üçün, nümunə olaraq bu kitabdır. Mən bu kitabı görürəm və toxuna bilirəmsə, bu konkretdir. Ancaq mücərrəd, gözlə görə bilmədiyimiz və əl bura toxuna bilmədiyimiz sözlər. Məsəl üçün, zehin, fikir. Mən fikir görə bilmirəm və ya toxuna bilmədiyim üçün bu kimi sözlər mücərrəd sözlər adlanır. Keçirik indi ümumi və xüsusi isimlər. Ümumi isimlər hər hansı əşyaya verilən adlardır. Baxın, indi burada da kitabda göstərir. Daha qəşəng anlamanız üçün səhifə 68-də. Daha yaxşı anlamanız üçün baxın belə, siz yəqin ki görməyəcəksiniz. Bəli, ümumi isimlər eyni cinsli əşyalara verilən adlardır. Baxın, burada çox qəşəng verilib. Məsəl üçün, ağac, gül, küçə, daş yol, bunlar ümumi isimlərdir. Ancaq xüsusi isimlər, dostlar, burada baxın nə idi? Əşyaları bir-birindən fərqləndirən isimlərə xüsusi isimlər deyilir. Məsəl üçün, xüsusi isimlər homonim, sinonim, antonim olur, konkret isimlərə aid olur və işləmə yerindən asılı olmayaraq ilk hərfi həmişə böyük yazılır. Bunlar isə xüsusi isimlərdir və xüsusi isimlər ümumi isimlərdən fərqlənir. İndi keçirik sadə düzəltmə, mürəkkəb. Sadə sözlər, dostlar, sadə sözlər nəyi deyilir? Sadə sözlər heç bir leksik şəkilçi qəbul etmir. Məsəl üçün, kitab. Adi bir kitabdır, bu sadə sözdür. İşıq, bu sadə sözdür. Belə sözləri ancaq düzəltmə sözlər. Məsəl üçün, balıq leksik və qrammatik şəkilçilərdən düzəlir. Məsəl üçün, balıq, balıqçı. Burada çı leksik şəkilçisini artıraraq balıqçı sözü əmələ gəlir. Bu isə düzəltmədir. Bu kimi sözlər, məsəl üçün, mənlik, çoxluq, bunlar düzəltmədir. Mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən yaranan sözlərdir. Məsəl üçün, əlüzyuyan, kitabxana, nə bilim, sarı köynək, bu tipli sözlər isə mürəkkəb sözlərdir. İsmin 6 halı var. Adlıq, yiyəlik, yönlük, yerlik, təsirli, çıxışlıq. Məsəl üçün, biz kitab sözünü hallandıraq. Kitab, kitabı, kitaba, kitabın, kitabda, kitabdan. Bu get-gedə çoxlaşır. Əgər bil ki, adlıq, yiyəlik, yönlük, yerlik, təsirli, çıxışlıq olur. Başa düşdünüz dostlar? Başa düşdünüz nə idi? Burada dostlar, ismin bir çox növləri var. İsmin 6 növü var. 1. Konkret və mücərrəd olur. 2. Ümumi və xüsusi isimlər olur. 3. Sadə düzəltmə, mürəkkəb olur. 4. Hal şəkilçisi qəbul edir. 5. Şəxs xəbərlik olur. Şəxs xəbərlik şəkilçisi qəbul edir. Sonra mənsubiyyətə görə dəyişir, tək və ya cəm olur. Bu tipli sözlər, yəni növləridir. Burada da yazılır olmuşlar. Sizə necə göstərim mən bunu? Mənsubiyyətə görə dəyişir. Dostlar, isimdən bu qədər idi. Əgər siz də bu tipli videoları sevirsənsə, abunə olub, like atıb, bildirişləri açmağı unutmayın. Ən sevdiyiniz dərsi və məsəl üçün, hansı Azərbaycan dilinə aid olan şəkilçiləri öyrətməyimi istərsənsə yorumlara yazın. İndi dostlar, keçirik o birisi şeylər də var. Məsəl üçün, burada deyir ki. Sonra da və mürəkkəb sözlər isə dedim. Tək və cəm isimlər.
İsimlər cəmiyyət baxımından, dostlar, isimlər cəmiyyət baxımından tək və cəm olur. Bunlar isə tək və cəm. İsmin tək və cəm növünə aiddir. Baxın, burada çox gözəl nümunə verilir bonusda. Məsələn, ismin ifadə etdiyi əşya 2 və daha artıq olarsa, o zaman larla şəkilçisi artırırıq. Bu isə təkdə olur. İsimlərin tək və ya cəm olması. Məsələn, şəhər, şəhərlər, balıq, balıqlar, maşın, maşınlar bu tipli sözlər cəm isimlərdir. Burada da ismin cəm şəkilçisi. Baxın, burada deyir ki, ismindən əvvəl müəyyən miqdar sayı işlərsə, bu cəm şəkilçisi qəbul edilir. Məsəl üçün, baxın, burada verilir 5 kitab, 6 durna, 5 kitablar olmaz və s. Bunlar olmazlar yəni. Dostlar, isim haqqında bu qədər. Çox asan dərsdir. Yəni, adlı, yerli, yerli. Hə, ismin sifətləşməsi, ismin cümlədə sintaktik vəzifələrini deyim. Uşaqlar, dostlar, ismdə adlıq hal olur. Adlıq hal və yaxud dedim də, məsəl üçün adlıq. Heç bir leksik şəkilçi qəbul etmir. Məsəl üçün, normal bir söz, pult, kitab, qələm, telefon, balış, dəftər. Bunlar adlıqdır. Ancaq, məsəl üçün, Ayxan gəldi, o Ayxandır, dəri çantadır, ata getmə. Bunlar isimlər. Elə bildim kimisə gəlir. Dostlar, bu günlük bu qədər olsun. Bir videonun daha sonra gəldi. Videomu bəyəndiysəniz, abunə ol, kanalıma abunə ol, like atıb bildirişləri açın. Unutmayın, hansı şəkilçilər haqqında sizə məlumat verməyimi istəyirsənizsə yorumlara yazın. Hamınızı çox sevirəm. Sağ olun.